هو الله الذي لا إله إلا هو عالم الغيب والشهادة هو الرحمن الرحيم الملك القدوس السلام المؤمن المهيمن العزيز الجبار المتكبر يشركون هو الله الخالق البارئ المصور له الأسماء الحسنى يسبح له ما في السماوات والأرض العظيم سبحان ربك رب العزة عما يصفون وسلام على المرسلين والحمد لله رب العالمين الفاتحة بسم الله Allah rahmet eylesin. Allah şehitler Hürmetli cemaat, aziz şehit ataları, hürmetli şehit anaları, her birinizi hoş gördüm. Bugün bildiğiniz gibi kahraman şehit bağlarımızın ikisinin ad günüdür. Biri Şamaxı Şehitler Xiyabanından, biri Göyler Kent Şehitler Xiyabanındadır. Birincini verdik yola, birincinin tedbirini keçirdik. İndi ise her birimiz, hamımız Şahmurad balamızın yanındayıq. Yani Göyler Kent Şehitler Xiyabanındayıq. Allah Teala her birinizden razı olsun hürmetli cemaat. Aziz Göyler cemaati. Ben ona göre Göyler cemaati derim ki ben bugün Göylerdeyim. Kadir bilen, hal bilen, hak bilen Göyler cemaati. Allah Teala size şahitlik kısmet eylesin bundan sonra. Allah o definde olan evlatlarımıza da bağlamızı cennetinde eylesin. Bir haşim var sizden hemişdeki haşimdir, aksakallı haşıdır. Bir de gelirsin sizler bütün şehitlerimizi hatırlasın, yad edek. Sonra tedbirimizi devam ettirelim. Çok sağ olun, teşekkür ederim. Allah rahmet eylesin. Allah rahmet eylesin. Allah sizden razı olsun. Ama haşır cennet kimidir. Ama haşır cennet kimi olmadı. Sırbalı bak kıyamet olsun burada buradayım. Gebelen diyorum. Allah bana kurban olduğumuzu hatırlayacağım olsun ki. Kıyamet de olsa buradayım Allah'ın. Cennet kimi de Allah haşır. Bu bağlarımızın sayesinde hava bugün cennettir. Allah her yeri cennet delip. Bunların sayesinde and olsun Allah'a. Allah Teala her birinizden razı olsun. Hürmetli Natik Müəllim. Gözlememiz yoktu ki. Yok. Hacı adı nedir şimdi? Miraliçi yakın gel Hacı Şahsettin biraz yakın gelin da aktakal adamlarsınız. Bilmem orada olmağınızı görürüm. Teşekkür ederim her birinize. Allah Teala her birinizden razı olsun. Bu günleri burada Göyler cemaatinin bütün izdihamı buradadır. Bütün şehit ataları, bütün şehit anaları buradadır. Bütün halk buradadır, izdihamdır. Bugün Şahmurad balamın izdihamıdır. Şahmurad balam orada öz dostlarıyla, öz yakınlarıyla, öz silahdaşlarıyla dünən keçirdi ki ben bir gün Göylerkən Şəhidlər Xiyabanında olmalıyam. Atamın anamın cemaatin halkının yanında olmalıyam ki bugün benim ad günümdür. Bugün hamısı senin yanındadır. Hürmetli Şahmurad bala. Allah sizi cennetinde eləsin. Allah Teala bütün şehitlerimizi cennetinde eləsin. Burada insanlarımız var. Həmişə olduğu insanlardır. Qonaqlarımız da var. Burada məndən sağda dayanıb kendim hürmetli axundu, din xadimləri dayanıb. Məndən solda hürmetli Göyler Kent İcra Nümayəndəsinin sədri hürmetli İxtiyar müəllim buradadır. Ondan o tərəfə Aqil müəllim buradadır. Ondan o tərəfə hürmetli kəndin belediye sədri Çingiz müəllim buradadır. Axunlarımız, aksakallarımız buradadır. Göyler cemaatinin aksakalları buradadır. Her birinizden Allah'tan razı olsun. Ve bütün şehit ataları, bütün şehit anaları buradadır. Fərəhlenirik, görürük. İzdihamdır. Hürmetli Şahmurad bala. Ben burada olan adamlara dedim.
Və eyni zamanda sənin qarşında Şamaxı Ağsaqqalı Ağazə müəllim, sənin baban buradadır, sənin qarşındadır. Hörmətli cəmaət, bu günləri burada yox. Bu günləri bu izdihamdayıq. Bu izdihamda bizim danışmağımız, burada çıxış eləməmiz, çıxışa yer verməmiz bizim için de böyük şərəfətdir. Ona görə də Şahmuradın solunda atasıdır, sağında anasıdır. Hörmətli Natiq müəllim, buyur. Bir sözü səndədir. Çok sağ olasın. Ben de uzaktan yakından bütün ziyaret iştirakçıları, gelen konaklar, əziz dərd ortaqları, şəhid valideynləri, atalar, analar, hamımızı xoş gördük, hamımız xoş gəlmişiz. Bu günləri hamımız ki, bizi ilə bir yerdə olmağımıza görə hamımıza minnətdaram. El, cəmaət, Allah sizə var eləsin. Amin. Bizi bu 5 ildə yəni, tək qoymadınız, axşamında, sabahında hamımızın halımızı soruşdunuz. Allah dönə-dönə sizdən razı olsun. Allah cəmaatımızı var eləsin. Cəmi şəhidlərimizin məqamını uca eləsin. Ceyhun balamızın, Şahmurad balamızın bu günləri müğlududur. Allah onlar vətən torpağının bütövlüyü naminə canlarını fəda eləyiblər. Alınmaz torpaqları 30 ildir ki, hansı ki biz ondakı həddi bulğa çatmayan yoldaşlardır. İndiki döyüşən gənclər onda həyatda bəlkə də yox idi, elələri vardı ki, yox idi. Onlar böyüdülər, onlar əksəriyyəti, onlar böyüdülər, yetişdilər. Torpağın, vətənin nə olduğunu bildilər. Düşmənlə mübarizəyə girib torpaqları işğaldan azad elədilər və Azərbaycan dövlətinin çox belə nətər deyim, şükürlər olsun ki, ərazi bütövlüyü, suverenliyi bərpa olub. Bu şəhidlərin sayəsində Allah onların bir daha məkanların cənnət, məqamların uca eləsin. Cəmi şəhidlərin yerin cənnət eləsin. Onlar bizim birliyimizi, o vətən müharibəsində 44 günlük savaşda onlar bu millətin bir daha ruhunu təzələdilər. Öz torpaqları işğaldan azad edən kimi milləti, ordunu və prezident ətrafında birləşdirdilər. Bir daha onların Allah hamısının yerini cənnət eləsin. Dövlətimiz, dövlətçiliyimiz var olsun. Bu günlərdə bu insanlar bizim şəhid valideynlərin yanında olduğuza görə hamımıza minnətdaram. Bir şəhid valideyni kimi. Hamımızı bağrıma basıb öpürəm. Çox sağ olun, çox var olun. Cəmi şəhidlərin yeri cənnət olsun. Bir daha dövlətimizə acı günlər belə biz çəkdiyimizi, dövlətimizə heç bir valideyn çəkməsin. Müharibə şəhidlə əmələ gəlir. Qonşu dövlətlərimizə ağıl versin ki, bizi ilə əmin-aman sayəsində dolansınlar. Belə bir işığınlı ayı zamanı təbii ki, Şahmuradan həmişə belə Turşavıya gəlir qismət eləyir. Elə bir fəslinə aid olur ki, xahiş eləyirəm ki, elə danışanlar, mən elə biraz uzun danışdım, mənə üzrli hesab edir. Qısa danışmaq istəyənlər ondan sonra şey eləyək. Bugün burada olduğunuza görə hamımıza minnətdaram. Bağırma basıb öpürəm. Allah səbir versin. Çox sağ ol, təşəkkür ederim. Kəmələ bala, Kəmələ bacı, bəlkə bir neçə kəlməni alsan. Təşəkkür ederim hər birinizə. Başda xanım, danışa bilməz anası, buyur. Hörmətli tədbir iştirakçıları, hörmətli şəhid ataları, şəhid anaları, hər birinizi salamlayıram. Göylər cəmaatı, bələdiyyəsi, icra nümayəndəsi, axundu bizi çəkib belə dövlətə, Azərbaycana təqdim eləyənlər sağ olsunlar, var olsunlar. Allah bugünkü gündə Şahmurad balamın cənnətdə dəyişməyən mövludu mübarək olsun. Bu günləri Natiq qardaş sizə, Kəmalə bacı sizə, Nəzimiyə, namaza, bolluca səbir dözüm versin. Allah balavuzun yerin cənnət eləsin. Bütün şəhidlərin yerin cənnət eləsin. Məqamları ucu olsun. Çox sağ olun, var olun. Hörmətli Şamaxı rayon Ağsaqqalların nümayəndəsi, Ağsaqqallar Şurasının sədri. Çox sağ ol, var olasınız. Təşəkkür ederim hər birinizə. Mən tamamlamaqda fikrimdə var idi özü ki, bu günləri Əli qardaşımızın balasının da yeri cənnət olsun. Yıltaz balamızın, Məhərrəm qardaş, Allah atasına, anasına səbir versin. Sizlərə də səbir payı düşür, yəni ki, sənin də qohumundur. Elə bizim də canımız, cigarımızdır. Allah ruhun şad eləsin o balanın, valideynlərinə bol səbir versin. Məkan cənnət olsun. Ben de bütün tedbir iştirakçılarına, gelen konakları, değerli şehit valideynlerin her birini salamlayıram. Bugün bildiğimiz kimi iki şehit balamızın, Şahmurat balamızla Ceyhun balamızın ikisinin ad günüdür.
cənnətdəki dəyişməyən ad günüdür. Allah onların mövludunu mübarək eləsin. Amin. Məkanların cənnət, məqamlarını daha da uca eləsin inşallah. Allah balalarımızın timsalında cəm şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun, valideynlərinə səbir versin. Natiq qardaş Kamal qardaş, Allah sizə səbir versin. Qalan balalarınızın xeyrini görəsin inşallah. Təşəkkür Allah ederim. orduda xidmət eləyən əsgərlərimizi, zabitlərimizi qorusun. Allah qazilərimizə şəfa versin inşallah. Allah ordumuzu qorusun, dövlətimizi, dövlətçiliyimizi qorusun inşallah. Çox sağ olun, var olun. Sübhan buyur şəhid atası. Əvvəla hamı salamlayıram. Biz Şahmuradımızın yanındayıq. Şəhidlərimiz ümumən bizim baş tacımızdır. Allah yerlərini cənnət eləsin. Şahmurad kimi oğlanların sayəsində Qarabağ alındı. Azərbaycan torpağı bütövləşdi. Düzdür, bizlər sınağırdı şəhid valideyn olaraq, amma qürur vericidir. İnsanlar hamısı dünyasını dəyişir, amma şəhidlik hər adama qismət olmuyor. Bizi döyüşdürür də, biz şəhidlik qismət olmuyor. Şahmurad kimi oğlanlarımızın şəhidlik qismət olub. Allah onların şəhadətlərini qəbul eləsin. Onlar bu dünyanın, bu müsəlman dünyasının tacıdır, şahıdır. Onların sayəsində məhz torpaqlarımız alındı. Əlbəttə, burada əziz çəkən, döyüşən veteranlarımız da var, qazilərimiz də var. Ən əsas canından keçən şəhidlərimiz. Allah onlarını şad eləsin, valideynlərinə səbir versin. Bizim üçrəyli bayrağımız daimi Azərbaycanın hər bir torpağında dalğalansın. Amin. Allah onlarını şad eləsin. Biz onlardan razıyıq, Allah onlardan razı olsun. Təşəkkür ederim. Buyur. Çok sağ olun. Ben de bütün tədbir iştirakçılarını salamlayıram. Yaşlılarımızı, cavanlarımızı salamlayıram. Göylər cəmaatın həqiqətən də bu tədbirə gələndə Göylər cəmaatın belə görəndə adamın ürəyi dağa dönür. Allah hər birinizdən razı olsun ki, bu günləri Natiq qardaşımı, Kamala bacımı tək qoymamışsınız. Onlara təsəlli oldunuz. Allah hər birinizdən razı olsun. Elə bizə də təsəlli oldunuz. Bunları Şahmurad balamızın cənnətdə dəyişməyən mövlududur. Ceyhun balamızın da həmçinin. Allah ki, şəhid balamızın ruhunu şad eləsin. Onların timsalında bütün şəhidlərimizin ruhunu şad eləsin. Mən onların qarşısında baş əyirəm. Həqiqətən də onları böyüdüb boya dünyaya gətirib, böyüdüb boya başa çatdıran anaların əlindən öpürəm. Onlara Allah bolluca səbir versin. Həqiqətən də evlad itkisi ağır itkidir. Mən heç bir valideynə evladından sınava çəkilməyə Allah qismət eləməsin, arzulamıram. Bura gələn insanlar hər biri balasının xeyrini görsün, nəvələrin, ailələrin xeyrini görsün. Özlərinə də Allah xeyirli, bərəkətli ömür versin. Şəhid ailələrin də Allah qalan balalarına xeyirli, bərəkətli ömür versin. Öz şəhid atalarına Allah can sağlığı versin ki, bu balaları biz yaşadaq, nə qədər canımız sağdır, bu tədbirləri keçirdək. Allah cəmaatımızdan da razı olsun ki, bizə yanımızda olurlar, bizə dəstək olurlar. Çox sağ olsunlar. Allah şəhidlərimizin bir daha ruhunu şad eləsin, qazilərimizə şəfa versin, veteranlarımıza can sağlığı versin. İndi hal-hazırda əsgərlərimiz səngərdədir, düşmənlə üzbə-üzdür. Allah əsgərlərimizi qorusun. Sağ-salamat evlərinə, ailərinə dönsünlər. Allah üçrəngil bayrağımızı həmişə ucalarda dalğalandırsın. İndi bu tədbirə gələndə burada biz izdihamla rastlaşdıq. Orada bizim gənc bir balamızı Yerli cəmaatı dəfn eləyirdilər. Allah rəhmət eləsin. Allah səbir versin. Allah yenə deyirəm, heç bir ananın evladından sınağa çəkməsin. Onu da atasına, anasına Allah əzizlərinə səbir versin, yaxınlarına. Allah günümüzü, hər günümüzü Allah xeyirli, bərəkətli eləsin. Yəni biz üçün bu düzdür. Bu günlər, bu anım günləri elə biz üçün xoş gün deməkdir. Həqiqətən də biz üçün xoş gün deməkdir. Çünki biz bu balalarımız haqqında çox danışa bilərik. Biz onlar haqqında danışmaq həm biz üçün çətindir, həm də qürur vericidir həqiqətən də. Biz bu balalarımızla qürur duyuruq ki, elə bu xoş günü bizə qismət eləyiblər.
Allah cümlə şəhid balalarımızın ruhunu şad eləsin. Onların yaxınlarına, ailələrinə, əzizlərinə, atalarına, analarına səbr versin. Çox sağ olun. Təşəkkür edirəm. Sənirə müəllimə. Ergün anası buyur. Sonra uşaqları söz verəcəyim tələbəli şagirdlərimizə. Mən də hamını salamlayıram. Bu günləri bizim həmşəhrimlər İkinci üçün, müəllim. həm də Ceylan Bu şahsətin gəlsin. dəyişməyən İkinci müəllim biraz verdir hər atacaq. ikisinin atasına, anasına Allahdan səbr diləyirəm. Hə, oradan Allah balaca onlara bir bol yol var səbr ki, versin. qapıdan uşaqlar keçər. Yaranan hər bir kəs yarandığı gündən ölümə doğru gedir. Yaranmışlar hamısı öləcəklər. Allah Teala elimizdən, obamızdan da belə cavan, nakam ölümlərin Allah Teala əsirgəsin versin. Allah bugünkü cavan olan, o dəfn olunan oğlun da atasına, anasına Allah səbr versin. Hər birinizin qarşısında baş əyirəm. Allah şəhidlərimizin yerin cənnət eləsin, məqamın uca eləsin, izni ilə. Allah hər birinizdən razı olsun. Təşəkkür edirəm. Şagirdlər gəlsin. Mən də sənin bir balan, olmasam da qəhrəman, Şuşa, Kəlbəcər alan, sənin oğlun tapşırıb, səni mənə yol aldı. Məhz onun sayəsində ordumuz zəfər çaldı. Salam şəhid atası, sən necə qürurlusan, dağ boyda oğlun gedib, yenə də dik durmusan. Ağappaq saçlarından nur tökülür, nur ata. Hər zaman qürurlu ol, hər zaman dik dur ata. Salam şəhid bacısı, dağ gördün, dağ itirdin. Üzü nurlu bir igid, arkadaya getirdin. İndi bütün şəhidlər qardaşındır ay bacı. Sən şəhid bacısısan, sənə yoxdur tay bacı. Salam şəhid qardaşı, yaş tutmasın gözünü. Hər an hazır eylə, şəhid olmaq özünü. Sen geç tarafa, sen geç. Ha, sen gel onun yerine. Sen gel onun yerine. Siz de gelin bu tarafa. Gözü qanaqlar ağlar, sinəsi yara bağlar. Siz də ağlayın dağlar, duysun şəhid anası. Qara saçları dən-dən, ağarıb qəm kədərdən. Qürrələn vətən hərdən, duysun şəhid anası. Şəhid balanın ruhu, cənnətdədir saruhu. Təsəlli et ilahi, duysun şəhid anası. Təsəlli et ilahi, duysun şəhid anası. Çek tarafa. Çok sağ ol. Gel bana. Əymə qamətini, əymə başını. Şəhidlər ölməzdi, şəhid anası. Yuma göz yaşınla məzar daşını. Şəhidlər ölməzdi, şəhid anası. Ucaltdı bayrağı Qarabağında. Qorudu vətənin dağın daşında. Qoymadı torpağı yat tatlağında. Şəhidlər ölməzdi, şəhid anası. El kimi deyərək sözünü getdi. Bürüyüb bayrağa özünü getdi. Çevirib cənnətə üzünü getdi. Şəhidlər ölməzdi, şəhid anası. Bizim borcumuzdur onu yad etmək. Bununla onların ruhun şad etmək. Düşmənə yaraşır məhv olub getmək. Şəhidlər ölməzdi, şəhid anası. Şəhidlər ölməzdi, şəhid anası. Çek tarafa kaka. Öpsün, bir gün öpsün yüzünden. Açsan onun yerine. Qəhrəman igidlər silahını aldı. Nərəsi düşmənin bağrını yardı. 44 gün sürdü, tarixi yazdı. Tarixi yazanlar oldular şəhid. Gör neçə analar hər gün ağladı. Başına qapqara örpək bağladı. O şəhid oğluna yas da saxladı. Heç sizi unudar analar şəhid. Haqq hesab günüdür dedi şəhidlər. Cənnət Qarabağda bizim şəhidlər. Şirin candan keçib vətən dedilər. Vətənin uğrunda oldular şəhid. Vətənin uğrunda oldular şəhid. Çok sağ ol. Buyur bana. Müharibədən keçir neçə il, neçə ay. Ürəkdən gülə bilmir şəhid anası. Oğluna körpə vaxtı oxumuşdu laylay. İndi qəbri üstündə çəkir ahuvay. Bir ana kimi toy etmək istəyirdi oğluna.
Oğlundan sonuncu zəng gəldi telefonuna. Ana məni bağışla, əlvida anacan. Qala bilmədim yanında sonacan. Bu gənc yaşında saçlarına düşübdən, necə də qocalmış qəmdən, kədərdən, oğlu ilə nə qədər vardır arzular. Puç olmuş həmin arzular, xəyallar. Ey şəhid anası, sən məğrur yaşa, igidlər məhcəsinə getdilər savaşa. Oğlun ilə fəxr edir indi bütün cahan. Şəhidlərin sayəsində yaşayır Azərbaycan. Düşmən çəkə bilmir ağırdır daşım. Quruyub qalmayıb gözümdə yaşım. Məğrurdur əyilməz heç zaman başım. Rahat yat, ölməz ikidim. Doğum günüm mübarək ey şəhidim. Yaralı aslanam, hələ yatıram. Vaxt gələr dağlaram, hələ suram. Adına zəfərdən şeir yazıram. Bilirəm, gələcək zamanım mənim. Doğum günüm mübarək ey şəhidim. Çox sağ ol bala. Bu qədər alışdım, bu qədər yandım. Coşar, daha durmaz damarda qanım. Zəfərlər marşını çalar bu xalqım. Qələbə gününü görər gözlərim. Doğum günüm mübarək ey şəhidim. Çox sağ ol, buyur bala. Bugün şəhadətə yüksəlmişəm mən. Təki bölünməsin qoy ana vətən. Ruhum sizinlədir, köçübdür bədən. Qoymadım düşməni girsin yurduma. Fəxr elə mənimlə, ağlama ana. Şəhidlik ən uca zirvədir inan. Bunu təsdiq edir müqəddəs Quran. Mənəm o el çatmaz zirvədə duran. Cənnəti bəxş edib Rəbbim quluna. Fəxr elə mənimlə, ağlama ana. Buyur bala. Sağ ol. Vətən dedi durdum. Qəlbində olmadı qorxu. Torpaq üçün canım verdi, adı unudulmadı. Bayraq astı göylərə, azadlıq oldu yolumuz. Şəhidlərin qanı ilə ucalır ana yurdumuz. Şahmurad, sən bir zirvəsən, qəhrəmanlı qadın var. Yaşayırsan qəlbimizdə, şəhidlər ölməz vətən. Sağ ol, buyur bala. Gəldi toy xınası solmayan, təzə bəy hələ ata olmayan, hətta belə nişanəsi qalmayan bütün şəhidlərin bacısıyam mən. 5-6 bacısı olanların da, körpəsi yeşikdə qalanların da, canınızda xəyala dalanların da, bütün şəhidlərin bacısıyam mən. Necə başsız gələn bədənlərin, muradı gözündə gedənlərin, anası intihar edənlərin, bütün şəhidlərin bacısıyam mən. Allah, Allah neydi günahım? Yanağımda cığır açdı göz yaşım. Təkcə Şahmurad deyil ki qardaşım, bütün şəhidlərin bacısıyam mən. Adına şirin çay içmədiyimiz, hələ zöftcəsini seçmədiyimiz, beylik libasını biçmədiyimiz bütün şəhidlərin bacısıyam mən. Ömrünün nizamı pozulanların da, adı qan ilə yazılanların da, məzarı ürək şəhərində qazılanların da, möhləti, ağrısı, acısıyam mən. Bütün şəhidlərin bacısıyam mən. Gülüyü qoy çox sağ ol. Hə. Var, yox tardı. Hə, de. Ürək yarımçıq arzular ilə qovuşdun rəhmətə ay şəhid balam. Qeyrətin, torpağın, dinin naminə çatdın şəhadətə ay şəhid balam. Vətən harayladı, vətən səsləri. Səni tək qəhrəman oğul istədi. İndi Azərbaycan azad ölkədir. Son qoydun həsrətə ay şəhid balam. O ana söyləyən dilinə qurban. Silahı tutduğun əlinə qurban. Qaşına, gözünə, tilinə qurban. Düşdün nə halətə ay şəhid balam. Dözülməz acıdır bu övlad dağı. Ömrümün ətirli bağçası bağı. Evimin bəzəyi nurlu çırağı. Dönübdür zülmətə ay şəhid balam. Sənə arzum idi edim toy düyün.
Heyf ki bəxtinə düşdü kördüyün. Bu fani dünyadan köçmüsən bugün. Əbədi cənnətə ay şəhid balam. Sənsiz yaxşı deyil mənim əhvalım. Ancaq ağlayıram, çox pistir halım. Öpüm, qucaqlayım, qoxunu alım. Dön gəl tez müddətə ay şəhid balam. Dön gəl tez müddətə ay şəhid balam. Sən də bala başla. Yenə candan can ayrıldı, şəhidin var Azərbaycan. Vətən sağ olsun deyən igidin var Azərbaycan. Bu torpağa qan tökmüşük, şəhid verib diz çökmüşük. Sanmasınlar biz ölmüşük, igidin var Azərbaycan. Düşmən bizə oyun qurdu, viran etdi gözəl yurdu. Unutdular o bozqurdu, igidin var Azərbaycan, igidin var Azərbaycan. Çox sağ olun, hər birə təşəkkür edirəm. Sizi hazırlayan müəllimə və müəllimə. Biraz tez ol bala. Qopdu ürəklərdən acı bir fəryad. Hamı gözləyirdi axı toy bisad. Bəyliyin geyməmiş köçdü Şahmurad. Həyatın nə ağır imtahanları. Onlar bu vətənin qəhrəmanları. Yoxdur bu dünyada haqqı ədalət. Yoxdur bu dünyada haqqı ədalət. Tanrının rəhməti böyükdür əlbət. Cəm şəhidlərə olsun min rəhmət. Cənnət öz qoynuna aldı onları. Onlar bu vətənin qəhrəmanları. Allah şəhid. Çox sağ ol, təşəkkür edirəm. Bir müəllimlərdən bir xahişim var, həmişə Bu günləri həm sevindirici gündür, həm də kədərli gündür. Sevindiricidir ki, bu gün biz Şahmurad İskəndərov Natiq oğlunun ad günündür. Vətən uğrunda, Azərbaycanda vətən uğrunda ölən, uğrunda şəhid olan bizim çoxlu qəhrəmanlarımız var, adlı sanlı qəhrəmanlarımız var. Mən də fəxr eləyirəm ki, Şahmurad həmin qəhrəmanlardan birinə çevrildi. Öz cəsarəti ilə, öz cəsarətli addımları ilə, o körpəlikdən, uşaqlıqdan həmişə fərqlənirdi, başqalarından fərqlənirdi öz fikirləri ilə. Bu dəfə də heç kəsə baxmadan, heç nəyi göz altına almadan, düşünmədən öz cəsarətli addımları ilə vətəni qorumağa getdi. Vətəni qorumağa getdi. Vətən nə demək? Vətən orada bizim əzizlərimizin qanı torpağı qarışıb. Ona görə də vətən bizi üçün müqəddəsdir, əzizdir. Hər bir kəsin torpaqda uyuyan əzizləri var. Bizim üçün də ona görə də bu torpaq bizi üçün qiymətlidir. Mən fəxr eləyirəm ki, Şahmurad bizimdir. Şahmuradla biz həmişə fəxr eləyirik. Qürur duyuram ki, nə yaxşı ki o var imiş. Hamımıza, bütün şəhid ailələrinə səbir diləyirəm. Qardaşıma da o cümlədən səbir diləyirəm. Çox sağ olun müəllimə. Çətindir. Bu qara paltarı dustağı olmaq çətindir. Ancaq hər anınıza qurban olum sizin hər dəqiqələrinizə. Təşəkkür edirəm. Allah səbir versin sizə. Çox sağ olun. Sizə də təşəkkür edirəm. Xahiş edirəm. Xahiş edirəm. Allah köməyini. İnşallah bizim için bu günleri kendimiz için doğum günü Ondan sonra. her bir şahidin yine bayağı dediğim gibi Azerbaycan'ın azadlığı uğrunda özünün hamısına paylaşır. Bunları fərqləndirmək özünə. Ben bir şey diyebilirim ki, bugünkü tədbirdə iştirak edən bak müəllimlər, 2 hərbi müəllimi, tarix müəllimi, sinin müəllimi, musiqi müəllimi. Bak burada Azərbaycan məktəbinin, Azərbaycan müəllimləri də Azərbaycanın azadlığı uğrunda öz uşaqları iştirak elədi və onların payı var. Ona görə də məktəbin də, dərsliyin də, müəllimlərin də rolu var. Və bizim şəhidlərin əksəriyyəti yəni 12 dənə mənim zəmində şəhidin atasının 1-ci Qarabağ müharibəsində dəfn aldı. Bax, hansı evdə vətənpərvərlik tərbiyəsi var, bax orada da həmin o evin övladları bu qələbədə payları oldu. Allah bütün şəhidlərə rəhmət eləsin, Allah Şahmurada rəhmət eləsin. Hörmətli cəmaat, deməyin ağsaqqal belə, vallahi axşamızdan dənərəm Allah'ın olsun burada. Nə də düşünmürəm. Ona görə ki, biraz qısa eləyək, biraz əziyyət çəkən insanlarımız var. Hacı Mirələm, buyur. Mən üzümü tuturam, məclis əhlinə, bağışın olmayı bir qədər mən hakiyədən kənara çıxırdım.
Mən göz gəzdirib görürəm ki, şəhid düşən valideynlər əksəriyyəti yenə üzr istəyirəm, mənim evlatlarım bərabərində. Onları bağrıma basıram, onları Allah qaladan səbir diləyirəm. Özü mən üzümü tuturam, tədbir düşdülər. Çox sağ ol. Bu müəllim dediyi mənə lövhə açdı. Bu tarixi davam elətdirsinlər. Bu çağatan nə olub da. Bizim qonşularımız başımıza nə gətiribdi, bu bilirik, bəllidir. Özü bundan sonra yaddan çıxmasın bu şeylər. Bu tədrisi davam elətdir. Çox sağ olun. Mən hamınızdan üzr istəyirəm, mən çağırırlar, gedirəm. Buyurun, buyurun. Çox sağ olun, təşəkkür ederim. Öpürəm sizi, hamınızı bağrıma basıram. Hacı Şahsəttin diyeceği aksakal, mən çağırıb gətirib. Buyurun Hacı Şahsət. Sənin bir kəlmə sözün burada lazımdır, dəyərlidir. Buyurun. Çox sağ olun Aycan müəllim. Allah bütün şəhidlərimizə rəhmət eləsin, valideynlərinə səbir versin. Şükürlər Allaha ki, şəhidlərimizin qanı yerdə qalmadı, ölkəmizin bütövlüyü təmin olundu. Allah ordumuza güc versin, şəhidlərimizin valideynlərinə də səbir versin. Yerləri behişt olsun, yurları nurla dolsun. Allah rəhmət eləsin. Təşəkkür edirəm. Bayram, şəhid atası. Allah bütün şəhidlərimizin yerlərindən səqam Təşəkkür edirəm. Natiq qardaşım, Kəmalə Baziyədə səbir. Çox sağ ol, Xan baba. Kəmalə da səg vermədim, buyur. Allah köməkdir. Buyur qardaş. Natiq qardaş, Kəmalə Baziyədə. Balordun yerin cənnəti. Allah bugünkü adını olan şəhidlərimizin timsalında bütün şəhidlərimizə rəhmət eləsin. Məqamları uzağı olsun. Nə deyim valla. Allah bol-bol sözüm versin. Səbir versin. Təşəkkür, Faik müəllim, şəhid atası, buyur. Sağ olasın. Allah səbrinizi versin. Kəmalə Baziyədə. Natiq qardaş, Allah səbrinizi versin. Namaz işlərində. Allah günüzdür şəhidlərimizin hamısının məkanı cənnət etsin. Bugünkü gündə Şahmurad balamızın işığına toplaşmışdır. Onlar öz sözlərini dedilər, getdilər. Elədiklərini də elədilər. Göz qabağındadır. Xalqın başımıza yetdilər. Xalqımızın başının üstündən heç vaxt bu üç rəngli bayrağımız yenməsin. Allah var eləsin ordumuzu, yurdumuzu. Çox sağ olun. Fidan bağlar vardı ki, şehir deyirlər. Allah onları saxlasın. Ağacından bəyəqlərin dediniz ki, köklər deməyirlər. Yəni, ağlamasın analar. Amma onsuz da analar ağlayır. Allah ağlatmasın daha bundan sonra. Başka duamız, arzumuz budur. Şehrin qaydası oldu. Oldu qardaş. Çox sağ olun. Allah köməyiniz olsun hər birinin cəmaat. Təşəkkür edirəm. Sağ olun. Rəna xanım, buyur. Çox sağ olun, təşəkkür edirəm, söz edirsiniz. Salamlayıram şəhid ailələri. Şəhidimizə cənnət olsun deyirəm. Dəyişməyən ad günü mübarək olsun. Allah bütün şəhid ailələrinə səbir versin. Və bildirmək istəyirəm ki, bu kənd elə ki, mənə çox doğma gəlir və cəmaatı da hamısını salamlayıram. Bu kəndə xeyir işlərə gəlir. Çox sağ olun. Təşəkkür edirəm. Mən tərəfimə qutarı keçirəm ki, darıxma. Şahmurad, buyur. Mən də bu ziyarətçiləri salamlayıram. Nafiq qardaşıma, Kəmalə bacıma səbir diləyirəm. Bu şəhidlər haqqında çox danışmaq olar. Nə qədər danışsaq azdır. Onu da qeyd etdim ki, 4 günlük müharibədən qabaq, yaxud biraz da qabaq bu Azərbaycan çox o biri ölkələr tanımaq istəmirdi. Tanıyanlar da çox mənfi Respublika kimi tanıyırdı. 4 günlük müharibə qutarandan sonra, zəfər qalib çalandan sonra başqa digər müsəlman respublikalar Azərbaycanla başladılar müqavilə bağlamağa. Qələbədən qabaq çox yaxşı baxmırdılar bu respublikaya. Qələbədən sonra başlayırlar bu müsəlman ölkələr müqavilə bağlayırlar. Başqa müqavilələr bağlayırlar. Yəni hansı bu şəhidlərin sayəsində. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Çox sağ olun. İlham şəhid qardaşı, buyur. Mən də tədbir hamını salamlayıram. Allah Şahmurad balamıza rəhmət eləsin. Məqamı olsun. Natiq qardaş, Kəmalə bəy. Allah'tan size səbir verin. Təşəkkür edirəm. Xanman Mərd, şəhid atası. Ağarz əməlliyim. Allah təməyiz olsun hər birine. Təşəkkür edirəm. Bu günləri Şahmurad balamızın timsalında Allah cəm şəhidlərin şad eləsin. Bolluda atalara, analara bolluda səbir diləyirəm. Göylər kəndlərdə o öz minnətlərini üzləri beşlərsində tək qoymasın. Çox sağ olun.
Çox sağ ol. Teşekkür ederim. Görüş yoldaşı Elvin buyur. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Sizə də səbir diləyirəm. Allah səbir özünü versin. Mövzumuz mübarək olsun. Teşekkür ederim. Ziyavuş müəllim buyur. Onu salamlayıram. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhid valideynlərin də səbir versin. Bu balalar mən şahid oldum ki, necə ürəklə getdilər görüşə, necə vətənpərvər, nə tərbiyə almışlarsa da o cürə getdilər görüşdülər. Onların şahidi oldum. Dünyada 7 millətdir, müharibə başlayanda hamı sevinirdi. Əsgərlər də sevinirdi, valideynlər də sevinirdi. Dünyanın heç bir yerində belə bir şey yoxdur ki, müharibədə insanlar sevinsin. Və bizim sevincimizi onlar davam elətdirdilər. Çok sağ olun. Teşekkür ederim. Çok sağ olun. Teşekkür ederim. Şahit atası Merdan müəllim buyur. Mənə təzbih iştirakçılarını salamlayıram. Lastik qardaşım. Allah qolun məkanı cənnət eləsin. Allah sizə səbir versin. Allah Ceyhun balamızın məkanı cənnət eləsin. Bizə şəhidlərimizin məkanı cənnət olsun. Amin. Allah bütün şəhidlərə səbir versin. Çok sağ olun. Teşekkür ederim. Hürmetli cemaat bir şey nəzərdə çatdırım. Hürmetli Natıq müəllim. Siz bilirsiniz ki İmran hiçbir tedbirden kalan insan diyor. Hiçbir tedbirlisi her olsun. Ama gör o ne vəziyyətlər ki mənə zəng elə çatdakar. Başvurdun sənin. Mənim salamımı, təbir kimi çatdır olaraq gələ bilmirəm xəstəyəm. Bacı buyur. Hörmətli tədbir iştirakçıları, hamınızı salamlayıram. Rayon nümayəndələrimiz, ağsaqqalımız, axundlarımız çox sağ olun. Allah köməyiniz olsun. Neçə ildir bu iştirak edirsiniz. Kəmalə bacı, Natiq qardaş, qardaşınızı da üzrü hesab eləyin. Allah balamızın ruhunu şad eləsin. Allah sizə səbir versin. Kəmalə bacı, bu balon qabağında sən danışmalısan. Çünki onu sən böyütmüsən, sən tərbiyə ilə, sən böyütdüyün əziyyətin bəhrəsini sən balamız yaşadıb. Ona görə biz danışmalıyıq. Bəli, bu oğulları biz böyütmüşük, tərbiyəsi ilə, qanacağı ilə, əziyyəti ilə bizi belə üzü açıq qabaqlarında dayanmalıyıq. Hamımız danışmalıyıq. Allah səbri versin. Toy olmub, Allaha şükür bu cürünə adı, sanı, şərafət qoyub gedib. Başı tiş tut, ağlama. Allah hamımıza dözüm səbir versin. Belə oğuldan sonra yaşaya bilmərik. Bizi yaşadan onların fəxridir, qürurudur, adıdır, sanıdır. Allah hamımızın köməyiz olsun. Allah hamımızdan razı olsun. Cəmlə xanım bir də ölərkən desən, bir neçə kəlmə. Ruhların şanı, gözlerin cennet. Onların karşısında baş eğilmiş. Aramızda çatıcalar. Önce geleceğim. Marketin yanı dönsün. Teşekkür ederim her burada. Şahit atası Mehbub buyur. Ben karşılayarım. Sen onları zengele. Oradan mənə söz verdiyinizə görə çox sağ olun. Mən bütün burada məclisə əlini salamlayıram. Və mən bir onu demək istəyirəm ki, bu şəhidlərin ən birinci onların valideynlərinin, qohumlarının əlindən öpürəm. Çox sağ olun. Onların ruhu qarşısında baş əyirəm. Çox sağ olun. Və mən xahiş edirəm ki, bu şəhidləri bizim bu igid, heç kimə məsləhət eləməyən, qanın tökən, vuruşan şəhidləri, bu igid oğlanlarımızı, qızlarımızı tanıyaq həmişə və tanıdaq. Çok sağ olun. Tanrı elə sağ olun həmişə. Həmişə Tanrı tanınacaq da. Göylər Kəndicə nümayəndəsi sədri, hörmətli İxtiyar müəllim buyur. Çox sağ olun. Hörmətli gələn yaxınlarımızdan qonaqlar, hörmətli anım iştirakçıları, mən də öz adımdan hamınızı salamlayıb bu günləri Şahmuradın doğum günündə mövluduna mübarək deyirəm Şahmurad balamızın. Onun valideynlərinə, Kəmalə bacıya, Natiq qardaşa çox böyük səbir diləyirəm. Onlar canın vətən yolunda qoyubsa, nə qədər vətən varsa, dövlətimiz varsa, heç vaxt şəhidlər unudulmayacaq. Ana doğrudan o
düzgün buyurdu ki, onun qürurudur yaşadan böyük şəhid anaların, şəhid ataların. Hər birinizin qarşısında mən baş əyib, sizə Allahdan sağlamlıq diləyirəm. Allah o keçən səfər getdim, mən gec getdim, bacıma rəhmət eləsin. Siz elə bir oğul böyütmüşsünüz ki, həmişə onlar nəinki nəslə, nəinki kəndə, nəinki rayona, respublikaya, həmişə Azərbaycanın suveren, bütöv torpağın onlar təmin edibsə, heç vaxt Azərbaycan əhli onları unutmayacaq. Bir daha Allahdan şəhidimizin hamısına rəhmət diləyib, qazilərimizə sağlamlıq diləyirəm, şəhidlərin valideynlərinə dərin hüzünlə baş əyib, sağlamlıq diləyirəm. Allah bütün şəhidlərə rəhmət edər. Zakir, hanı Zakir? Gəl bir neçə kəlmə. Hə, sonra yaxşı, buyurun. Allah şəhidimizin ruhunu şad etsin. Valideynlərə səlam. Təşəkkür edirəm, çox sağ olun. Böylərkən Belediyesinin sədri, hörmətli Çingiz müəllim, buyur. Çox sağ olun, hər birinizi salamlayıram. Allah hər birinizdən razı olsun. Çox sağ olun ki, yenə də buradasınız. Bugün bu müqəddəs gündə, bu müqəddəs balamızın qəbri önündə dayanmışıq. Onun cənnətdə olan ad gününü təbrik edirəm. Atasına, anasına səbir diləyirəm. Bütün şəhid ailələrinə başsağlığı verdiyi hər bir valideynə, hər bir anıya, atıya Allah Teala səbir versin. Onları, balaları necə deyərlər, köçüb dünyadan keçib onların qəlbindən də götürsün. Allah sizə səbir versin. Qarşınızda baş əyirik. Çox sağ olun. Təşəkkür edirəm. Hörmətli Aqil müəllim, buyur. Çox sağ olun Ağarza müəllim söz verdiyinizə görə. Hörmətli ziyarət iştirakçıları, qonaqlar, əziz və dəyərli şəhid ailələr. Mən də hər birinizi Şamaxı rayon icra hakimiyyətinin başçısı, hörmətli Tahir müəllim adından, rayon icra hakimiyyətinin kollektiv adından salamlayıram. Müzəffər Ali Baş Komandan rəhbərliyi altında başlanan müqəddəs Vətən Savaşında qəhrəmancasına şəhid olan vətən oğullarından biri də Şamurad qardaşımız. Allah Teala'dan Şamurad qardaşa timsalında cəm şəhidlərimizə rəhmət diləyirəm. Ailə üzvlərinə, yaxınlarına səbir dözüm diləyirəm. Allah cəm şəhidlərimizə rəhmət diləyirəm. Təşəkkür edirəm. Kamil qardaş, orada danışımsan, buyur. Söz verdiyiniz üçün çox sağ olun. Mən bir neçə dəfə şəhidimizin, Şahmurad balamızın məzarına ziyarət eləsəm də, amma ilk dəfə də onun tədbirində iştirak edirəm. Kəmalə Hamiyə, Natik qardaşa mən Allahdan səbir dözüm diləyirəm. Allah balasına məkanı cənnətli eləsin, mövludunu mübarək eləsin, ruhunu şad eləsin. Şəhidlərimiz öz şəhidliklərinə sözlərini deyirlər. Şəhid valideynlərdə belə bir qəhrəman yetişdirməklə, qəhrəmandan yetişdirməklə sözlərini deyirlər. Allah hər birinə səbir dözüm versin, balalarına ruhları şad eləsin. Oldu. Müvafik. Şəhid atası. Ne yapmışlar? Hamza bu uşaqları seyre gəlin. Çox sağ ol, gözəl qardaş. Allah həzz eləsin. Sağ ol. Təşəkkür edirəm. Hər birinizə təşəkkür edirəm, hörmətli cəmaat. Hər birinizə öz ağsaqqalınız kimi hər birinizə minnətdaram ki, bugün gəldiniz, bizə ruhlandırdınız, bizi fərəhləndirdiniz. Eyni zamanda balamızın da ad gününü sizinlə birlikdə qeyd elədik. Amma bir xahişim var sizdən ki, buradan çıxan kimi hamı Şahmurad gilə, eyni zamanda Natik müəllim gilə. Hamı da təşəkkür edirəm. Bax bizim iki yerimiz var. Oradan da çıxıb biz gedəcəyik Müslüqə. Qoy bircə kəlmə də. Hə, buyur. Deyirəm ki, bu günləri bizim yanımızda görükməyən Xəccə bacımın yeri cənnət olsun. Allah rəhmət eləsin. Onun da 40-ı yaxınlaşır. Gedəcək inşallah. Allah balalarına ömür versin, ailəsinə can sağlığı versin. Allah yerin cənnət eləsin Xəccə bacımın. Amin. Allah rəhmət eləsin. Amin. Çox sağ ol Fatihə xanım. Siz onu yada salın. Hamımız bizə gedirik. Birisi içən çay içib, içənməli. Ondan sonra dağlaşaq. Hər birinizə təşəkkür edirəm. Allah Teala Azərbaycan xalqını xoşbaxt eləsin. Allah prezidentimiz İlham Əliyev cənablarını xoşbaxt eləsin. İşi avan da olsun Ali Baş Komandanın, Mehriban xanım işi avan da olsun. Göylər cəmatı Allah xoşbaxt eləsin. Sağ olun. Hamımız bir nəfər kimi Şahmurad ilə, eyni zamanda Natik müəllim ilə. Amin. Allahümme teqabbel. Allah